İndi fırtınanın ortasında hiss edirsən və düşünürsən ki, bu sondur. Dinlə gör, Allah sənə nə deyir. Mənim sülhümü hiss etməyin sənin üçün çətin olduğunu bilirəm. Dünyaya küstüyünün, indi daxili narahatlıq yaşadığının fərqindəyəm. Daxilinin bəzən sözlərlə, bəzənsə hərəkətlərlə çöktüyünü görürəm. Bilirəm sevimlim, indi sənin üçün ağırdı. Təsəllini ağlamaqda və duada tapdığını bilirəm. Yorğunsan, amma sevməkdə deyil. Bunu aydın görürəm. Mənim sevimlim, sən ən çətin anlarında belə işıq olmağa hazırsan. Amma qaranlıq daim səni bürümək istəyir. Bilirəm, dünyaya qarşı, çətinliklərə qarşı yorğunsan. Əlini qaldıracaq qədər gücün yoxdur. Amma bu sözü unutma. Yorğun əllərinizi qaldırın, zəifləmiş dizlərinizi gücləndirin. Əllərini qaldır və dizlərini yerə qoy. Dua və imanla məndə qal. Diqqətini əsla kənara yönəltmə. Fikrini mənim sözlərimdən ayırma. İmanda möhkəm dayan. Necə ki fırtına zamanı kapitan gəmini daha möhkəm idarə edir. Eləcə də indi duada və imanda möhkəmlən. Fırtına əbədi davam etmədiyi kimi, sənin çətinliyin də əbədi deyil. Qorxma, mən sənin gəminin sükanını tutmuşam. Mən yaxşı kapitanam və yaxşı kapitan əsla öz gəmisini tərk etmir. Mən son nəfəsinə qədər səninləyəm. Səni atmaram və tərk etmərəm. Mənə etibar et. İmamda möhkəm ol. Məhəbbətdə daimi ol. Səbirdə əli açıq ol. Mərhəmətə bürün. Salihiyi paylaş. Güclü dayan. Unutma, fırtına kökü zəif olanı yıxır. Güclü olanı sarssa da möhkəm qalır. Mən dövrün sonuna qədər və əbədi olaraq səninləyəm.